Bir müddət əvvəl El televiziyasının efirində 1-ci Qarabağ müharibəsi zamanı Kəlbəcərin Qızılqaya yüksəkliyində itkin düşən 23 şəhid və 30 ildən sonra onların axtarışı ilə bağlı silsilə materiallar yayımlandı. Sevindirici haldır ki, 2025-ci ilin iyul-sentyabr ayları ərzində aparılan axtarışlar artıq öz bəhrəsini verməyə başlayıb. Belə ki, vaxtilə Kəlbəcərin müdafiəsində iştirak edən keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun komandirlərinin bildirdiyinə görə, həmin itkin şəhidlərdən artıq 5 nəfərinin kimliyi dövlət tərəfindən təsdiq olunub. Onlar Qılman Surxayoğlu Hacıyev, Hidayət İsaoğlu Vəliyev, Dadaş Şərifoğlu Dadaşov, Vüqar Səlimoğlu Babayev və Azad Sabiroğlu Cəlilovdur. Onların nəşi ailələrinə təhvil verilib və şəhidlərimiz böyük hörmət və ehtiramla, izdihamla son mənzilə yola salınıb. 5 mart 2026-cı il tarixində keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun komandirləri Gəray Əsədov, taborun 2-ci bölüyünün komandiri və şəhid qardaşı Rizvan Qasımov, taborun döyüşçüləri, itkin şəhidlərin ailə üzvləri, Bərdə rayon Qazilər Birliyinin əməkdaşları, 1-ci müavin Tahir Sadıqov, Bayram Bayramov və Şəhidlər Ölməz YouTube kanalının rəhbəri Gülbəniz Abdullayeva, Göyçay və Ucar rayonundan olan şəhidlər Vüqar Səlimoğlu Babayev və Azad Sabiroğlu Cəlilovun ailəsini ziyarət ediblər. Qonaqlar ilk olaraq Göyçay rayonunun Qarabaqqal kəndində şəhid Vüqar Səlimoğlu Babayevin ailəsinə baş çəkiblər. Nəzərinizə çatdıraq ki, Vüqar Səlimoğlu Babayev 1972-ci il aprelin 16-sında Göyçayın Qarabaqqal kəndində anadan olmuşdu. 1994-cü il fevralın 12-sində Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində Qızılqaya uğrunda gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı. Vüqar Səlimoğlu Babayev Göyçay şəhər şəhidlər xiyabanında dəfn olunub. Keçmiş 5-ci Bərdə taborunun 2-ci bölüyünün komandiri Rizvan Qasımov ziyarətə gələnləri şəhid Vüqar Babayevin ailəsinə təqdim edərək itkinlərin axtarış prosesi və axtarışda iştirak edənlər barədə məlumat verdi. Keçmiş 5-ci Bərdə taborunun komandiri Gəray Əsədov söhbət əsnasında 1-ci Qarabağ müharibəsinin xatirələrini dilə gətirib. Doğrudan da həm sevindirici haldır, həm kədərli haldır. Bu 32 il sonraya qaydanda doğrudan da adam o günləri yadına sarsan, elə adamda bir üşütməmələ gəlir. Çünki baxında deyirik ki, bu otaq, anamız deyir ki, su yoxdur otaq, o tərəf su yoxdur. Amma əslində baxsan, dəniz seviyəsinin 3500 metr yüksəklikdə, o qarlı, çoğunlu, yəni çox pis bir hava şəraitində, iqlimi çətin, oksigen çatışmayan bir ərazidə biz döyüşlər aparmışıq. Belə cavan, gənc əsgərlərimiz qəhrəmanlıq göstəriblər, fədakarlıq göstərirlər və dünyada o cür səviyyədə, dəniz səviyyəsində 3500 metr yüksəklikdə çox az döyüşlər olub. Və bir də bizim Murovdağ əməliyyatı olub və orada biz çox irəli getmişik. Qəhrəmanlıq göstərib bizim əsgərlərimiz. Sonradan geri çəkilmə olub və demək olar ki, əməliyyatların ortasında bu əsgərlərimiz gətiriblər, bizə təqdim ediblər orada. İndi bu günləri biz yaşlaşmış insanları, buradakı çoxlarında nəvələr də var, hamısı artıq yaşada olmuş insanlardır. O dövrün ən gənc əsgərinin indi 50 yaşdan yuxarı yaşı var. 55 olacaq gələk. Hə, 55 olacaq. İndi elə burada anamıza söz verəyin. Burada elə yaxşı edən anamız. 55 il yubileyin biz gələn, biz onu təmtəralı keçirək. Bu ilin fevralın 20-sində dəfn olunan şəhid Dadaş Dadaşovun qardaşı Malik Dadaşov, itkin şəhidlər Eldar Sadıqovun qardaşı Şahlar Sadıqov, İsmail Çoluyevin qardaşı Elşən Çoluyev və Rəşadət Piriyevin qardaşı Şahsuvar Piriyev, həmçinin itkin şəhidlərin axtarışında iştirak edən qazilər şəhidlərimizə Allahdan rəhmət diləyib, Arifə anaya təsəlli veriblər. Artıq nəşi tapılan və Bərdə rayon Kələntərli kəndində dəfn edilən şəhid Qılman Hacıyevin qardaşı, həm də döyüş yoldaşı Fəxri Hacıyev itkinlərin tapılmasının onlar üçün böyük təsəlli olduğunu bildirdi. Amma bu günə şükür ki, məsələsi, mən şükür edirəm. Elə şükür. Bütün qardaşlar da, analar da, kimin anaları, ataları varsa onlar da tapılsın, gəlsin, qardaşlar, məsələn, mən kimi şükür. Oradan tapılan bir barmaq da bəsdir bizə. Çünki açıq havada 32 il bir barmaq tapılırsa, məsələn, mən burada deyim elə, qoy sağ olsunlar, hamı bilsin, məsələn, qoy mən bunu açığını deyəcəm, evdə də demişəm, mənə orada dedilər, demə, amma mən dedim. Məsələn, mənim şəxsən qardaşımın burada çanağı, qol hissəsi, 7 qaburqası, 2 torbada paltarı. Paltar açmışdı, değil mi? Paltarını dedi, açım dedim, lazım deyil. Mən bilirəm ki, qara əfqanka boyanmış mənim qardaşım ki.
Keşke bir saldat paltarı kalaydı, hiç olmasa. O da kalmadı. Yəni Allah bu günə sağ də şükür, hökumətimiz məsəl üçün şeylərin göstərdiyi əziyyət çəkənlərimiz var. Mən yenə xırda danışmaq istəyirəm. Gəldi məsələn dəfn olundu, dəfn olunanlara gözü aydın deyirəm mən, öz qəlbimlə, düzdür qəlblər ağlayır. Amma onu da deyim ki, mən qoy elə belə deyim, 11-də bunların itkin düşmə xəbərləri, 11-də də tapılma xəbərləri gəlir. Cənabda, bütün şəhidlərimizə rəhmət. Allah canı sağ olasın. Şəhid anası Arifə ana və şəhidin ailə üzvləri ziyarətə gələn qonaqların hər birinə minnətdarlıqlarını ifadə ediblər. Ardınca şəhid Vüqar Babayevin Göyçayın Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib. Bundan sonra çəkiliş qrupu və ziyarətçilər Ucar rayonunun Alpovod kəndində şəhid Azad Cəlilovun da ailəsinə baş çəkiblər. Nəzərinizə çatdıraq ki, keçmiş 701 saylı hərbi hissənin 5-ci bərdə taborunun əsgəri olan Azad Cəlilov 1994-cü ilin fevralında Kəlbəcərdə baş verən gərgin döyüşlər zamanı itkin düşmüşdü. Onun da nəşi 2025-ci il iyul-sentyabr ayları ərzində aparılan axtarış işləri zamanı aşkar olunaraq 2026-cı ilin fevralın 19-da ailəsinə təhvil verilib və öz doğma kəndində torpağa tapşırılıb. Burada da qonaqlar şəhidin ailə üzvlərinə, anası Səmaya anaya təsəlli verib, mənəvi dəstək olublar. Hamılıqla bütün itkinlərimizin tapılıb gözü yolda qalan ailələrinə tezliklə təhvil verilməsini diləyiblər. Yəni xalqımızın alına yazılan bir yazıdır. Yəni bu bütün elə bir nəsil, elə bir yəni ailə yoxdur ki, orada bu fəsad olmasın. Yəni bu ermənilərin, bu alçaq bir toplumun bizə vurduğu fəsadlar olmasın. Allah xalqımızı qorusun, ordumuzu qorusun. Allah belə analarımız ömrü uzun eləsin. Qəhrəman övladlar tərbiyə ediblər və bu gün də torpaqlarının işğalına zid olun. Səmaya ana belə məqamda onu tək qoymadıqlarına görə ziyarətçilərə elə obaya minnətdarlığını ifadə edib. Ev ziyarətindən sonra qonaqlar şəhid Azad Sabiroğlu Cəlilovun Ucarın Alpovod kənd qəbirstanlığındakı məzarını da ziyarət ediblər. Mən inanıram ki, bu qardaşlarımızın tapılıb, ailə üzvlərinə nətər ki, təhvil verildi. Bugün məzarlarının başı üstündə dualar oxuyuruq, rəhmət oxuyuruq. Mən inanıram ki, vaxt gələcək ki, bu oğulların qəhrəmanlığı da bilinəcək. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Kamal İspəndiyarov, Göyçay, Ucar.